Hər bir insanda bakteriya var. Nə bakteriyası? Bakteriyalar müxtəlif cürdür. İnsan orqanizmində olan bakteriyalar, yəni bunu öz dilimizdə, məişət üslubunda ifadə etsək, yaxşı və pis bakteriyalara bölünür. Yaxşı bakteriyalar, misal üçün, insan orqanizmində bağırsaqda yerləşən bakteriyalar var ki, insan orqanizmində həzmə kömək eləyir. Misal üçün, bəzi selluloza tərkibli birləşmələri parçalamaqdan ötürü bizdə bakteriyalar daha xüsusi rol oynayır parçalamağından ötürü. Onda belə çıxır, bakteriyalar olmasa insan yaşaya bilməz. Nəinki insan, hətta təbiətin dövr eləməsində, təbiətin siklinin tamam olmasında bakteriyanın xüsusi bir rolu var. Belə fikirləşək ki, bakteriya yoxdur. Çürüdəcək, çürütmək üçün də bir şey yoxdur. Yəni həmin heyvan ölüsü heyvanın orqanizmin ölü hissəsi orada qalsa, bu bir müddətdən sonra daha da ziyanlı bir şeyə çevrilə bilər. Orada xüsusi viruslar, parazitlər inkişaf edib, təbiətə yayılıb digər canlıları da zəhərləyə bilər, zərər yetirə bilər. O səbəbdən dolayı çürücü bakteriyalar mütləq olmalıdır. Çürücü bakteriyalar olmalıdır. Yaradılışda ümumiyyətlə hər nə varsa, hər bir orqanizmin, hər bir canlının xüsusi bir vəzifəsi var.